Əməliyyatxanamız 2 dəfə böyüdüldü və eyni anda 50-yə yaxın cərrahi əməliyyat keçirmək imkanı yaradıldı. Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli şəhər xəstəxanasında yaradılmış yeni göz mərkəzinin açılışı baş tutub. Açılış mərasimində təbibin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov və göz mərkəzinin rəhbəri Leyla Qəhrəmanova iştirak ediblər. Paytaxta gedən xəstə sayının və paytaxtın yükünü qat-qat azaldacaq, xəstənin logistikasını asanlaşdıracaq, xəstə mərkəzə əgər müraciət edirsə, burada bütün cihazlar var deyə mərkəzin içində rotasiya olunub, bütün xidmətlərdən icbari tibbi sığortaya daxil olan xidmətlər zərfində daxil olan bütün xidmətlərdən tam ödənişli halda yararlanacaq. Əməliyyatxanamız 2 dəfə böyüdüldü və eyni anda 50-yə yaxın cərrahi əməliyyat keçirmək imkanı yaradıldı. Göz dairəkli inyeksiyalar, lazer arqonlar, yağ lazerlər və OCT-lər, hər şey bu mərkəzdə vəhdət təşkil edərək əhalinin xidmətinə verildi. Yeni göz mərkəzi Sumqayıt şəhəri ilə yanaşı Abşeron-Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edəcək. Burada 12 həkim olmaqla ümumilikdə 35 nəfər tibb və qeyri-tibb işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərəcək.